Bunu etmirsinizsə təhlükə yoxdur. Həmin proqramlardan rahatlıqla istifadə edə bilərsiniz. Bunu Yeniçağı açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O, istifadəçi datalarının sızdırılması hallarının qarşısının alınması ilə bağlı fikirlərini səsləndirərkən bildirib ki, telefonlara yüklənən tətbiqləri rəsmi və mənbəyi bəlli yerlərdən əldə etmək lazımdır. Brauzerlara əlavə pluginlər yazılır. Bu pluginlər vasitəsilə brauzerlardakı hesabların oğurlanması dəfələrlə gündəmə gəlir. Bu həllərdə bəzən boşluqlar aşkarlanır və bu boşluqlar vasitəsilə o brauzerdə qeydiyyatdan keçilən və ya açılan səhifələr və profillər oğurlanma ehtimalı var. Pluginlərlə müxtəlif işlər asanlaşa bilir. Amma eyni vaxtda bu pluginlərlə vətəndaş məlumatları da oğurlana bilir, sayt haqqında məlumatlar oğurlana bilir, hesablar oğurlana bilir və bu dəfələrlə beynəlxalq arenada gündəmə gəlibdir və həmən brauzerlarda bu açıqları tapıb bağlayıblar. Bunlara zero day'lər deyilir. Bu zero day'lərdən Darknetdə kifayət qədər satışlar var. Amma ki, bu həmişə aktual olan bir mövzu deyil. Azərbaycan segmenti digər ölkələrə baxanda kiçik bir segmentdir. Misal üçün, baxanda Türkiyə, Rusiya, Amerika, Avropa ölkələrinə baxanda Azərbaycan segmenti kiçik bir segmentdir. Amma o tip brauzerlarda fəaliyyət hər hansı bir zero day tapılanda, açıq tapılanda daha çox bu böyük ölkələrdə gündəmə gəlir. Azərbaycan internet segmentinə aid hər hansı məlumatların satışa çıxması ilə bağlı bizim əlimizdə bir məlumat və müşahidələrimiz yoxdur hal-hazırda. Vətəndaşlar həm telefonlarında istifadə etmədiyi mobil tətbiqləri telefonlarından silməlidirlər, tez-tez update-lərini eləməlidirlər. Həmçinin də kompüterlərində, notebooklarında istifadə etdikləri proqram təminatlarının mənbəsi və mənşəli bəlli olmalıdır. Telefonumuza yüklədiyimiz tətbiqlər ya Google Marketplace-dən yükləməliyik, ya iPhone-un marketindən yükləməliyik. Adətən olur ki, vətəndaşlar kənar mənbələrdən APK-lar yükləyirlər və bu APK-lar da vətəndaşın məlumatlarının oğurlanmasına, telefonun ələ keçirilməsinə səbəb ola bilər. Və həmçinin də çox nadir hallarda olsa da rəsmi mənbələrdən yüklənilən APK-ların özündə də bəzən problemlər baş verir. Misal üçün, nümunə çəkim. 2-3 il əvvəl Telegram sosial şəbəkəsinin video zəngi ilə vətəndaş məlumatı oğurlandığı, yəni video zəngi açanda alt alqoritmada hər hansı bir port açılırdı və hackerlar o port vasitəsilə telefona daxil olurdu. Bu açıqların hər birisi bağlandı Telegram tərəfindən və digər hallarda isə mobil tətbiqi rəsmi deyil, kənar mənbədən yükləmək heç bir halda tövsiyə olunmur. %99 zərərli yazılım telefonunuza və ya ki kompüterinizə yoluxa bilər.